Abşeron rayonunun Xırdalan şəhəri Zərif Əliyeva küçəsində tam story ilə üzbəüz yerləşən Ləziz Manqal dönərxanası ilə bağlı ciddi narazılıq və şikayətlər daxil olub. Əməkdaşlarımızın apardığı müşahidələr zamanı obyektin fəaliyyətində bir sıra ciddi sanitar pozuntular aşkar edilib. Belə ki, dönərlərin hazırlanması sayəsində pişiklərin sərbəst şəkildə gəzdiyi müşahidə olunub. İşçilər əlcək və bone olmadan gündəlik geyimlərlə bilavasitə çılpaq əllərlə qida hazırlayırlar. Obyektdə heç bir sanitar gigiyenik normasına əməl olunmadığı görünür. Qida Təhlükəsizliyi Agentliyindən hər hansı icazə və qeydiyyat sənədinin olub-olmadığı bilinmir. Lakin mövcud vəziyyətə əsasən belə bir obyektdə qida təhlükəsizliyi sənədi verilməsinin mümkünsüzlüyü ehtimal edilir. Müşahidələr bir daha göstərir ki, gigiyena tələblərinin kobud şəkildə pozulması nəticəsində bu kimi dönərxanalarda qida zəhərlənməsi riski yüksək olur və yüzlərlə insanın sağlamlığını təhdid edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həm regionlarda, həm də paytaxt ərazisində müntəzəm monitorinqlər aparılır. İnanırıq ki, aparılan monitorinq tədbirləri çərçivəsində Xırdalan şəhərində yerləşən Ləziz Manqal dönərxanası da nəzarətə götürüləcək və mövcud vəziyyətlə bağlı müvafiq tədbirlər görüləcək. Dilbər Vüqar qızı, Bölgə TV.